İndi isə 16-cı sualla davam edək. 1-1 ikili say sistemində üstəgəl 1-1 8-li say sistemində üstəgəl 11 onluq say sistemində cəmini hesablayın və nəticəni 8-li say sistemində göstərin. Bu sualı həll etmək üçün ilk növbədə verilmiş ədədlərin hər birini eyni say sisteminə gətirmək, daha sonra cəmi həmin say sistemində toplamaq və ən sonunda 8-li say sistemində göstərməkdir. Mən isə bu ədədlərin hər birini onluq say sistemində göstərib, daha sonra cəmini onluq say sistemində tapıb, ən sonunda 8-li say sistemində hesablayacağam. Yazaq. 1, 1 ikili say sistemində bərabərdir. Nömrələmə metodundan istifadə edirik. 2 üstəgəl 1 bizə cavabı 3 olaraq geri qaytarır. 11 8-li say sistemində 0, 1. 8 üstəgəl 1, 9. Daha sonra 11 onluq say sistemində olduğu kimi saxlamalıyıq. 3 üstəgəl 9 üstəgəl 11. Bu bizə 23 cavabını geri qaytarır. Daha sonra nəzərə almaq lazımdır ki, bu onluq say sistemindədir. Daha sonra isə nəticəni 8-li say sisteminə çevirməliyik. Onluq say sistemindən hər hansı bir say sisteminə bölmə zamanı həmin say sisteminin qiymətinə, yəni məsələn onluq say sistemini 8-li say sisteminə çevirmək soruşulursa, tapdığımız cavabı 8-yə bölməliyik, yəni 8-ə bölməliyik. Cavabı tapdıq 23. 23 bölü 8, 2 qalıq 7. Daha sonra bu şəkildə düzürük və cavabı 27, 8-likdə tapırıq. Doğru cavabımız D bəndidir.